Deməli dostlar, yeni bir fayl açırıq. Yenə 15'in 15'i olsun. Dostlar, deməli bizdə beyaz bir səhifə var, boş bir səhifə. Biz bu səhifənin üzərində cürbəcür əməliyyatlar edə bilərik, lakin biz etmədən, yəni loru dildə desək, səhifəmizi körlamadan biz yeni bir qat açırıq, yəni yeni bir layer. Bildiyimiz kimi buradadır pəncərəsi. Burada məsələn aşağıda gördüyünüz bir işarə var. Plus. Gördünüz, həmən bizdə yeni bir qat əmələ gəlir. Biz bunun yazısının üzərində 2 dəfə sol düyməni tıklayanda buna ad qoya bilirik. Məsələn, rəsm. Eyni minvanla biz yeni bir qat açmaq üçün başqa bir metodumuz da var. Məsələn, Ctrl+Shift+N. Gələcəkdə əliniz öyrəşdikdə siz daha çox bu variantdan istifadə edəcəksiniz. Burada da göründüyü kimi yerini hazırlayır. Biz burada adını dəyişib qoya bilərik. Məsələn, rəsm 2. Okay. Lakin gördüyünüz kimi bizim bu qatlar boşdur, çünki üzərində hələ heç nə çalışmamışıq. Deməli dostlar, biz bu sol paneldə təxmin etdiyiniz kimi ən vacib alətlərdən birinə gəlirik. Photoshop'a kiçik dostlarımız və rəssamların başlama səbəbi çox vaxt bu 2 dənə alət olur. Hansı alətlərdir bunlar? 1. Fırça, 2. Silgi alətimiz, yəni brush, tool və eraser. Biz bu fırçanın köməyi ilə təbii ki rəsm çizə bilərik. Geriyə alıram. İstənilən formada rəsm çizməyə başlaya bilərik. Və silginin köməyi ilə isə biz onu üzərində müəyyən silmə işləri ilə məşğul ola bilərik. Siz gördüyünüz kimi və yaxud da tamamilə onu silmiş ola bilərik. Burada gördüyünüz kimi şablon olaraq bizə 2 dənə rəng verir. Yəni bu üst rəngdir, beyaz rəng isə fon rəngini təşkil edir. Biz istənilən formada onları dəyişə bilərik. Məsələn, üzərinə kliklədiyimiz zaman burada bir pəncərə açılır. Bu pəncərənin alternativi burada da bizə öncədən açılmış formadadır. Biz elə buradan da seçə bilərik. Məsələn, qırmızı rəng seçdik. Biz bu yenə brush aləti ilə biz qırmızı bir şeylər çəkmiş ola bilərik. Göründüyü kimi biz burada məsələn gül ləçəkləri çəkmək istəyirik, lakin fırçamız çox kiçik. Sağ düyməni klikləyəndə bizə fırça haqqında detallar pəncərəsi açılır. Biz buradan fırçanı böyüdə bilərik. Məsələn. Burada digər fırçaları da seçə bilirik. Müxtəlif fırçalar olur burada. Lakin çox yayınmadan biz davam edirik. Və yaxud da silgiyə də eynən aiddir. Məsələn, biz sağ düyməni vurub silginin də işarəsini böyüdə bilərik. Məsələn, belə deyək. Yəni bu 2 alət əsasən Photoshop'da daha çox istifadə olunur. Və nə görürük dostlar? Baxın, biz ayrı qatda çalışdığımıza görə istədiyimiz kimi hərəkət edirik, səhifəmizə toxunmadan. Buna misal olaraq belə bir şey eləyə bilərik. Növbəti qata keçirik burada və növbəti qat üzərində yenə eyni metodla fırçanı seçəndən sonra başqa bir rəngə gəlirik. Məsələn, göy rəngi. Baxın, fırçamız böyükdür, görürük. Sağ düyməni klikləyirik. Fırçanı biraz kiçildirik. Belə bir qəribə bir çiçək çizmiş olduq. Və gördüyünüz kimi dostlar, baxın biz
çizdiyimizi ayrı tərpədə bilirik. Burada yeni xatırlatma. Auto select. Baxın. Ləçəkləri ayrı tərpədə bilirik. Bütün qatları ayrı tərpədə bilirik. Yeni qat aça bilərik məsələn. Nöqtə ağlıma ilk gələn sözü oldu. Tamamilə başqa bir rəng seçə bilərik. Məsələn, sarı rəngi seçirik. İstədiyimiz ölçüyə salırıq. Çiçəkdən daha çox telefona bənzədir. Köhnə telefonlara xatırlatdı bizə. Məsələn, belə bir şey çizdik. Tənbəllik etmədən yeni bir qat açırıq. Məsələn, bu qatda biz istəyirik ki, biz yeni bir layer açırıq və orada gövdəni çizirik. Nə gördük dostlar? Baxın, bu qatların üstündədir. Bütün bizim qatlarımızın üzərində formalaşdı. O zaman biz ondan tutub istənilən qata gətirə bilirik. Baxın, görürsünüz? Yarımçıq hələ gətirmişik. Bütünlüklə onu ən alt qata biz onu göndərə bilirik. Və yaxud da istədiyimiz hansı qatda dayanmasını istəyiriksə, ora biz onu çəkə bilirik. Davam edə bilərik. Məsələn, fırçamızı böyüdüb biraz daha açıq rəng seçə bilərik. Məsələn, və yaxud da daha kiçik tərəflərlə biz daha müxtəlif eksperimentlər eləyə bilərik. Daha açıq rəngi seçib, məsələn, başqa bir metodlardan istifadə edə bilərik. Fırçamız düz hərəkət eləsin istəyiriksə, Shift düyməsini sıxırıq və onu buraxmadan mausu istənilən yerdən vuranda bir öncəki qaldığı yerdən bir sonraki yerə qədər düpbədüz cizgidə hərəkət etdirir, silə bilirik. Məsələn, silgidən belə istifadə edə bilirik. Məsələn, görürsünüz? Eynən də bu başqa fırçalara da aiddir. Məsələn, biz yeni bir yarpaq çizəcəyiksə, bax ki, belə hərəkət etdirəndə fərqli. Belə də cizə bilərik. Məsələn, və yaxud da geriyə alıram. Shift düyməsini sıxdıq. Gördünüz, ara bir buraxdıq. Bəzdən belə bir eksperimentlər etmiş olduq. Baxın, bu nöqtələri seçib biz buradan da öyrəndiyimiz kimi Scale düyməsinin qısa yolu Ctrl+T. Ctrl+T bizə imkan verir ki, biz istədiyimiz kimi kiçildib böyüdə bilək. Elementləri kiçildirik, məsələn. Və yaxud da digər elementi. Və yaxud da digər elementi T düyməsindən bu səfər kiçildib böyütməyin əvəzinə biz, məsələn, burada bilərik. Baxın, beləcə biz bilgisayarda mini rəssamlığımıza başlamış olduq. Deməli dostlar, əlimizdə belə bir şəkil var və belə bir gözəl pişik. Bu pişiyi istəyirik ki, biz şəklimizə gətirək
və müxtəlif əməliyyatlar aparaq. Əsas şəkli aşağı salırıq. Pişik şəklini biz faylımıza gətirdik. Xoş gəlmisən. Və background rəsmimizin üzərinə gəlirik. Biz istəyirik ki, şəklimiz tam bu çərçivəyə otursun. Bu dördbucaqlını seçmək istəyirik. Bunu biz Magic Wand-dan da eləyə bilərik. Ancaq görürsünüz, faiz dərəcələri fərqli olduğuna görə burada bizdə əlavə yeri də seçilir. Və əlavə yeri səliqəli şəkildə kəsmək üçün, məsələn, bizə başqa bir dördbucaqlı lazım ola bilər. Seçilmiş tərəfləri redaktə eləmək üçün bizə baxın, çıxmaq. Məsələn, əlavə qalan hissə var. Üzərinə gəldik, çıxdı. Biz yenə geriyə alırıq. Səliqəli seçilsin deyə biz elə bu düzbucaqlıdan seçirik. Sonra qıraqda artıq hissələr görürük. Polygonal lasso tool bizə kömək eləyəcək ki, biz seçdiyimiz yerdən əlavə qismləri kəsə yataq. Məsələn, buradan belə kəsdi, daha yaxından biz görə bilərik. Məsələn, buradan belə kəsdik. Biz bütünlüklə bizə lazım olan yeri, burada da biraz qalıb, lazım olan yeri biz klaviaturada boşluq düyməsi bizə kömək eləyir. Aləti itirmədən hərəkət etdirmək üçün. Məsələn, varsayalım biz artıq tamamilə bizə lazım olan qismi seçdik. İndi nə edirik? Ctrl-C, Ctrl-V. Copy-paste etdik, bizə bu qismi verdi. Baxın, ayrıca. Biz bu qismin üzərinə gəlib, bax bu layerin, bu qatın üzərinə gəlib, sağ düyməni klikləyib, Convert to Smart Object edəndə nə baş verir? Bizə bunu bir çərçivə kimi, funksiyasını çərçivə kimi bizə vermiş olur. Və yuxarıda pişiyin şəkli olan qata gəlirik. Burada da sağ düyməni vurduqdan sonra Create Clipping Mask. Pişiyimiz harasa yoxa çıxdı. Heç bir yerə itməyib, artıq çərçivənin içərisindədir. Və dostlar, kiçik bir xatırlatma olsun. Biz mausu hər hansı bir yerdən klikləyib obyektimizi rahat hərəkət etdiririksə, demək ki, bizdə burada Auto Select düyməsi aktiv halda deyil. Çünki aktiv halda olsa biz başqa bir obyekti tutmuş olacağıq və yaxud da aktiv olduğu zaman biz obyektimizin sadəcə üzərinə gəlib onu klikləməyimiz lazımdır, onu hərəkət etdirmək üçün. Ancaq istənilən nöqtədən hərəkət etdirmək istəyiriksə, biz Auto Select düyməsini qeyri-aktiv hala gətirməliyik. Böyütmək üçün bildiyimiz kimi Editdən Transform ora getmədən Ctrl-T. Baxın, istədiyimiz kimi böyüdə bilirik və yaxud da kənarına gəlib Rotation da edə bilərik. Demişkən onu da eləyə bilərik, bir balaca. Məsələn, biraz rotate, biraz böyütmək və bizim elementimiz çərçivəmizin içərisindədir. Bu elementləri yadımızda saxlayırıq, çünki başqa variantlarına keçərik. Deməli dostlar, biz burada başqa bir fayl da açmışıq. Bu faylı da gətiririk əsas fayla. Biz məsələn istəyirik ki, bu qızıl teksturanı hər hansı bir yarpağın üzərində istifadə edək. Böyüdürük, asan olsun, rahat olsun deyə. Burada
Magnetic lasso bizə kömək eləyir, hatırlatmadır. Biz həmən yarpağı seçirik, səhv eləməkdən qorxmuruq. Biz onu seçdik. Ancaq bayaq dediyimiz kimi Polygonaldan başqa lasso tool var, sadə. Biz onunla da kənarda qalan elementləri ona əlavə eləyə bilərik. Məsələn, əlavə etmək düyməsini klikləyəndən sonra gözəyarı olaraq biz məsələn əlimizin səliqəsinə bağlı olaraq biz əlavə elementləri ona əlavə eləyə bilirik. Və yaxud da burada biz o səliqəni tuttura bilməyəcəyimizə görə biz məsələn kvadratı seçirik. Yəni o elementlər bizə tamamilə kömək olur. Baxın, burada balaca bir hissə var. Orada mənə elə gəlir ki, bəsit bir lasso tool-la onu ona əlavə eləyə bilərik. Yenə deyirik, təkrar. Baxın, seçdik, uzaqlaşdırırıq, biz artıq rahatıq. Çünki seçdiyimiz obyekt tamamlanıb. Həmən minvalla biz Ctrl-C, Ctrl-V biz kopyalayıb yapışdırdıqdan sonra əgər inanmırsınızsa söndürüb yandıra bilərsiniz baxmağa. Biz yenə üzərinə gəlib bayaqki metodla Convert to Smart Object etdik. Bizə artıq onu frame kimi, yəni çərçivə kimi istifadə eləməyə bizə imkan verir. Və biz bax bu qızıl kağızı istəyirik yarpağı onunla qaplayaq. Bayaqki metodla üzərinə gəlirik. Create Clipping Mask. Gördünüz? Yarpağın içərisinə biz onu vermiş olduq. Biz onu belə yarımçıq da saxlaya bilərik, hətta baxın məsələn belə. Ancaq biz onu tam böyüdürük. Ctrl-T içəridə istədiyimiz qədər böyüdüb. Baxın. Şəklimizə başqa bir nəfəs qatmış oldu. Eynən dostlar, bizdə başqa metodlar da var. Burada Frame Tool birbaşa bizə çərçivəli ağıllı obyekt verir. Məsələn, biz onun içərisinə kənardan yeni bir fayl gətirib görürsünüz, həmən çərçivənin içərisinə başqa bir pişiyi də gətirmiş ola bilərik. Frame Tool. Baxın, pişiyi hərəkət etdiririk şəklin üzərində olanda burada. Lakin biz ümumi layerin üzərində olsaq, biz onu bütünlüyünə hərəkət etdirə bilirik. Ortalığı çox qarışdırmadan biz bu pişikli çərçivəni sildik. Lakin dostlar, başqa metodlarımız da burada var. İdeyalarımızı davam etdirə bilərik. Məsələn, başqa bir yarpağı seçib bunu çox vaxt itirmədən gözəyarıda seçə bilərik. Və yaxud da dostlar, başqa bir metod tekst işarəsini vurduq. Yazdıq bura cat. Hətta belə deyəksə. Kopyaladıq. Ard-arda yapışdırdıq. Rəngini də buradan baxın. Seçdik, tutaq. Tünd yaşıl etdik. Və dostlar, bu yazını da istəyirik ki, bu yarpağın içərisinə gətirək. Öncədən biz bu yarpağın frame'ini hazırladığımıza görə mən background'u hələ ki söndürüm ki xatırlaya bilək. Biz onu birbaşa yarpaq elementinə tabi edirik. İndi hələ ki görsənmir. Niyə görsənmir? Çünki ondan yuxarıda qızılı kağız var. Deyir, dəvədən böyük fil var. Ona görə biz onu, baxın beləcə, qızılı kağızdan yuxarıya gəlmiş olur və yarpağın içərisində. Baxın, fikir verirsiniz burada.
tabe olanlar və burada ox işarələri ilə tabe olduqları qatı göstərirlər, lakin sağ tərəfə sürüşürlər, aidiyyatı göstərir, alt başlıqlar kimi. İndi biz həmən yazını istədiyimiz kimi tərpədə bilirik. Biz bu yazımızı hətta çoxaldıra bilərik. Başqa bir yolla, məsələn, klaviaturada alt düyməsini tutaraq da eləyə bilərik. Biraz ensiz şrift istifadə edə bilərik, məsələn. Baxın, belə bir şey etmiş ola bilər. Mənə gəlir ki, o bir şrift bundan daha məqsədə uyğun idi. Deməli dostlar, öyrəndiklərimizi eksperiment etməkdən çəkinmirik. Düşünürəm ki, dostlar, bu misal üzərində bu qədər element kifayət eləyəcək. Həm geniş təkrar etmək üçün, səhvlərinizi yoxlamaq üçün və yaxud da səhv etmək üçün hətta. Lakin bu dərsin davamı olaraq başqa bir şəkil üzərində eyni mövzunu başqa alətlər üzərindən davam edəcəyik.